Sağlam qidalanmağa keçmək, gedib marketdən, mütləq dietik rəflərdən alış-veriş eləmək ki, biz bilirik ki, bunlar bir çox qidalara görə daha bahalı və ya daha artıq qiymətdə satılır. Bu demək deyil. Sadəcə bundan başlasanız yetərlidir. Tərəvəz meyvə istifadəsi, düzgün yağ istifadəsi və qızartmalardan uzaq durmaq. Bu belə ilkin bir addımdır. Məsələn, çörəyi çıxardıb yerinə xlebsə alırlar və ya hansısa bir şirniyyatı ürəkləri istəyir, sağlam həyat tərzinə keçmişəm deyib, onun standart, klassik satılan halını deyil, dietik halını üzərində yazılar görürük. Gluten free, sugar free, no added sugar, amma nəticə nə olur? Ora bir çox dadlandırıcılar əlavə olunur. Yəni həm dietik olaraq aldığımız, həm bizim cibimizə zərər verən qidalar həm də bizim orqanizmimizə zərər verir. Çünki hər şəkər əlavəsi olmayan qida sağlam qidadır anlamına gəlmir. Hər dietik bölmədə satılan qidalar heç də təhlükəsiz qidalar deyildir. Ki bunların bir çoxunun tərkibindəki həm qoruyucu maddələr, həm rəngləndirici, həm dadlandırıcılar sizin hər şeydən öncə ilkin bağırsaq mikrobiotanıza ən ciddi zərər verən qida növləridir. Və bağırsaq mikrobiotasından elə bizim immun sistemimizin güclənməsi başlayır, bizim sağlamlığımız başlayır.